Salam ay Yaver usta. Salam ay Rövşən. Deməli hamıma sual verir ki, Yaver usta, yerlə bağlı nə qara bilirsən? Mən də deyirəm ki, bizim Bərdə rayonunda da yerimiz var Şahbərlərdə. O zaman Bakıda 2 yerimiz var və Karavellada 1 yerimiz var. Biz də gəlmişik bugün Karavellanın qəşəng. Hamı zəif vurur, yerlə görə rezervasiya edir bizə. İndi biz yerlərimizi sizə göstərəcək ki, biz bayrama görə nə alırıq. Bura bax Rövşən, görsən bax burada qəşəngdir. Hələ içəridə də bax Rövşən, Karavellanın başqa yerində adı kesilir. Yol kamuzunda qoyulur. Görsən bax bura hamısı canlı kamuz olacaq. Və bu yüzden telefon bizə rezervasiya edir. Buranı salıb tələsin. Osmanlı'ya gəlməyə. Deməli bax bura 15 nəfərə rezervasiya olunur. 5 nəfər olur. Nəyə görə? Hamı bayrama görə edir bunu. 31 günü dünya dağılacaq. Gəbər Rövşən. Bax biz qatar burada olacaq. Bir günə gözəl müğənilər, bəylər, xanımlar. Hamısı olacaq. Zübərə var Rövşən. Ondan artıq rezervasiya olunur və yuxarıda yerlərimiz var görsən. Deməli Rövşən, bir kere bax belə mazala baxmış. Bir zallarda var. İkinə tanışda da Rövşən. Bir zal. Bax buna tabloya bax. Belə bir şeylər var. Bax gəlsiz bayramda tüm otaqlar hamısını rezervasiya edirsiniz deyə bayramda Yaver ustaya dincərsiniz. Baxın biz yuxarı gəlin bayramda Yaver ustanın yanında. Karavella. Rövşən belə bax. Gün harda belə. Tələsin mən videomu paylaşdıqdan sonra rezervasiya edin ki, tutun tez bax. Rövşən bana bax. İşi kadar yol. Və gözüm. Belə bir şey var ardasa Rövşən. Rövşən mənzəriyə bax. Bax bayramda Yaver ustanın yanına gəlmək lazımdır ki. Karavella. Bax Karavella'ya bax onu. Gəls Yaver ustanın yanına. Şimdi bu videomu paylaşacağım. Bunun dalında yemək olacaq. Nə yemək olacaq onu da deyəcəm sizə.